olan amillər nədir? Nə üçün bütün insanlar hidayət olmurlar, ya ola bilmirlər? Düzdür, biz bütün səbəbləri göstərə bilmərik, amma o həmin maneələri gərək bilək. Nədir səbəb? Niyə görə? Qurani-Kərimdə Allah Taala Adəm əleyhissalamı yaradanda mələklərə deyir ki, Adəmə səcdə edin. O cümlədən də iblis. Mələklər səcdə edir, iblis səcdə etmir. Allah Taala iblisi dərhal cəzalandırmır. Sual verir iblisə. Allah Taala bu cür buyurur. Bismillahirrahmanirrahim. Qalə mə mənəəkə əllə təscud. İblisə bu cür deyir ki, sənə nə mane oldu ki, sən səcdə etmədin? Nə mane oldu sənə səcdə etmədin? Yəni, qiyamət günündə Allah Taala tək-tək insanlara bu sualı soruşacaq. Tək-tək insanlara sual verəcək ki, sənə nə mane oldu ki, sən mənə ibadət etmədin? Sənə nə mane oldu? Hamıdan bunu tək-tək soruşacaq. Düzdür, bəzi insanlar olacaq ki, onlardan heç soruşmağa ehtiyac yoxdur. Qurani-Kərimdə Allah Taala buyurur ki, onlar sorğu-sualsız cəhənnəmə gedəcəklər. Sorğu-sualsız gedəcəklər. Daha ondan soruşmağa ehtiyac yoxdur.